Prolaktin, hamiləlik dönəmi və sonrasında ifraz olunan bir hormon. Nəticədə süd istehsalı başlayır, analıq hissləri güclənir, şəfqət kimi duyğular artır, aqressivlik azalır. Yəni prolaktin insan nəslinin davamiyyəti nöqtəsindən olmazsa olmaz bir hormondur. Baxaq görək, insan üçün bu qədər əhəmiyyətli bir maddəyə Quranda hər hansı bir işarə varmı? Axtardığımız zaman Quranda prolaktin kimi oxuya biləcəyimiz tək bir hərf ardıcıllığı təsbit edirik. Baxın, prolaktin tam şəkildə oxunur. Baxaq, süd və hamiləliklə əlaqədar olan bu prolaktin hərf ardıcılığı Quranın hansı ayəsinə düşmüşdür? Həmələthu ummuhu, anası onu qarnında daşıdı. Həmələthu, hamilə sözü buradandır. Həmələthu ummuhu kurhə, anası onu qarnında zəhmətlə daşıdı. Və vədəəthu kurhə, və doğdu, dünyaya gətirdi onu zəhmətlə. Və həmluhu, onu qarnında daşıması və fisaluhu və süddən kəsilməsi sələsunə şəhra, 30 aydır. Baxın, prolaktin hərf ardıcıllığını Quranda axtardıq. Cəmi bircə yerdə təsbit etdik və təsbit etdiyimiz nöqtə tam da prolaktinin əlaqədar olduğu hamiləlik və süddən bəhs etdiyini gördük. Nəzərə alsaq ki, Quranda eyni anda həm süddən, həm hamiləlikdən bəhs edən sadəcə 2 ayə var və prolaktin bunlardan birinə düşmüşdür. Təsadüf ehtimalı 6236 böl 2, 3118-də 1. Yox, təsadüf deyil. Prolaktin hərf ardıcılığının bu ayəyə qəsdən kodlanmış olmaq ehtimalı 3118-də 3117. Davam edək. Kronometr gəmilərin okeanda yolunu itirməməsi üçün icad olunmuş bir cihaz. Baxaq görək, insanlıq tarixinə damğa vurmuş bu cihaz haqqında Qur'anın işari mənalarında nəsə bir şey varmı? Axtardığımız zaman kronometr kimi oxuya biləcəyimiz Qur'anda yenə tək bir hərf ardıcılığı təsbit edirik. Kronometr açıq şəkildə oxunur. Görək, hansı ayəyə düşmüşdür? Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, 43-cü surə 13-cü ayə. Onların üzərlərinə, yəni gəmilərin üzərlərinə yerləşincə Rəbbinizin nemətini anıb deyəsiniz. Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin. Baxın, gəmi üçün icad olunmuş bir cihaz, kronometr hərf ardıcılığını Quranda axtardıq. Cəmi bir yerdə təsbit etdik və təsbit etdiyimiz nöqtə tam da gəmidən bəhs etdiyini gördük. Yenə nəzərə alsaq ki, Quranda gəmidən bəhs edən 30 ayə var. Bu da təsadüf ehtimalı dəyərləndirməsinə qatılacaq. 6236 böl 30, 208-də 1. Davam edək. Edison. İşıq deyəndə ilk ağla gələn ixtiraçı. Baxaq görək, Quranın işari mənalarında Edisona dair nəsə bir şey varmı? Nə də olsa, Quran özünü وَلَا رَتْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ deyə tərif edir. Axtardığımız zaman Quranda Edison kimi oxuya biləcəyimiz sadəcə bir hərf ardıcılığı görürük. O da budur, baxın. Edison açıq şəkildə oxunur. Görək, hansı ayəyə rast gəlmişdir? 24-cü surə 43-cü ayə. Yəkədu sənə bərqihi. Az qalır ki, şimşək parıltısı. Bax, sənə bərqihi, şimşək parıltısı. Edison tam da bura kodlanmışdır. Şimşək parıltısının tam içinə. Yəkədu sənə bərqihi. Az qalır ki, şimşək parıltısı. Yəzhəbu bil əbsar. Gözlərini kör etsin. Baxın, Quranda Edison hərf ardıcılığını axtardıq. Cəmi bir yerdə təsbit etdik və təsbit etdiyimiz nöqtə tam da Edisonun məşhurlaşdığı işıq, şimşək parıltısı kəlməsinin üzərinə kodlanmış olduğunu gördük. Yenə nəzərə alsaq ki, Quranda şimşək, nur, ziya kimi işıq mənasını ifadə edən 41 kəlmə var. Bu da təsadüf ehtimal dəyərləndirməsinə qatılacaq. 6236 böl 41, 152-də 1. Və Edison hərf ardıcılığı Quranın 114 surəsindən hansı surəyə düşmüşdür? Nur surəsi. İşıq, nur. Təbii ki, bu da təsadüf ehtimal dəyərləndirilməsinə qatılacaq. 114-də 1, vur 152-də 1, 17328-də 1. Yox, Edison bura təsadüfən düşməyib. Qəsdən kodlanıb. Ehtimal 17328-də 17327. İndi bu 3 məlumatın hər hansı bir mətndə təsadüfən bu şəkildə ortaya çıxmaq ehtimalı 3118-də 1, vur 208-də 1, vur 17328-də 1. Yəni, təxminən 11 milyonda 1. Yox, təsadüfən deyil. Bu 3 məlumatın hər hansı bir mətnə qəsdən kodlanmış olmaq ehtimalı 11 milyonda 10 milyon 999 min 999.
və bu da elmi dildə desək 5 sigma dəyərindən daha yüksək bir dəyərdir. Və yenə elmi metodologiyada bu qüvvətdə bir iş təsadüf olaraq qəbul olunmur. Bu ehtimalları niyə hesablayırıq? Sigma dəyərlərini niyə çıxarırıq? Özümüzü aldatmamaq üçün. Nəyəsə kör-körənə inanmamaq üçün və ya nəyisə kör-körənə rədd etməmək üçün. Nə də olsa biz inanmaq yox, bilmək istəyirik. Daha çox istəyənlər var, maraqlananlar var. Biz çəkirik. Daha yüzlərlə bu cür kriptoloji möcüzə bilirik, çəkəcəyik. Daha çox istəyənlər üçün biz çəkdiklərimizin əksəriyyətini bax bu kitabdan çəkmişik. Muhammed Ali Aslan adlı dostumuzun çalışmalarıdır. Bu kitabda 30 civarında bu cür kriptoloji möcüzə var. Özündə hər halda bunun da bir 20 qatı var. İstəyənlər üçün açıqlama qisminə link atacağım, oradan baxarsınız.